O dede senin göz atılmamış ne olup bir çizgi görüyorsunuz. Səhər nədir? Gün ortadaydı da. İndi de gör bundan ne yemek olacak? Bundan qarışıq yemək olacaq. Karışık yemeğin adı olmaz. Ya o qədər yemişəm, Allah buna bərəkət versin. Yadımdan da çıxır. Tez bir şey istifadə edəndə adam yadından çıxır. Adem sen koşar mısın? Onu görsen ben bunu koştum. Görsən, adı qəşəkdir. Allah size değmesin. Allah senin ömrü uzun eylesin. Sağ ol, dede. Öpürəm seni var ol Allah sana değmesin. Allah sizi korusun. Sağ ol, dede. Gel bir dene nezer salak şehir güzelliğin üstüne. Taksi, taksi, taksi. Gelebilirsiniz ben boşum. Siz de arkaya geçin. Alo. Alo şu an bir işim var. Biri de... O boyda adamın içində qayıtdım dedi ki, sən səhvsən. Sən yalan danışırsan. Oy bulin. Qaçdım ona dedim. Düz gələr işıq saçar. Durub qaçar. Ay, bunu deyəndə bu nətər olsun. Mənim əziz dostlarım, başlamaqdan əvvəl bir söz demək istəyirəm. Acalım özünü o da vurar. Doğanam 50-50 vurar. Ben bilmirəm nə varım. Özümü öldürəcəm. Sevgilimdən ayrılmışam. Bilmirəm nə varım. Ayda. Qardaşım sən səhv yoldasan. Atalar boşdan deməyib ki, ağac bar verəndə aşağı əyər başın, gedək səndən gətirək. Əxlaqsız qadın Nə olur? 90 nəfərlik Maşın. Səni dostumla tanış edəcəm. Gəl. Buram necəsən, nə var, nə var? Oo. Sevgilinlə tanış oldun, Bənövşə. Ara baxsın, TikTok. Azərbaycanlı bu şəxsi dünya necə tanıdı? Əslən Sabirabad rayonundan olan Krişad Rəşidzadə uşaq yaşlarında futbola həvəsli olsa da, maddiyyətə görə buraxmalı olur. 20'li yaşlarında qardaşı Lətiflə İspaniyanın Madrid şəhərinə işləmək üçün getsə də, içindəki səsləri sustura bilmir və futbolçu olmağı qərar verir. Tez bir zamanda Manchester United, Real Madrid və digər böyük komandalarda oynayır. 2018-ci ildə Sabirabadda qardaşının toyuna gələrək Azərbaycanı necə sevdiyini göstərir. Səninlə fəxr edirik Krişad. Vahid bilet alınanda vahid bilet vasitəsilə günün istənilən vaxtında istənilən qədər ictimai nəqliyyatdan eyni biletlə istifadə etmək mümkün olacaqdır. Həm də ki, vahid bilet sisteminin tətbiq olunmasının nəqliyyatın koordinasiyalı şəkildə fəaliyyətinə də öz müsbət təsirini göstərir. Le Parc des Princes aujourd'hui va vraiment avoir un rôle capital. Je pense que c'est aussi pour ça que Domingo a voulu leur parler. Et le parc aujourd'hui va avoir ce rôle à jouer. Tout à l'heure on a parlé du professionnalisme poussé à son paroxysme, on a parlé des kinésithérapeutes, des préparateurs physiques, leur coach comme ça, le coach adjoint, même la nutrition. Là-bas. Notamment avec un chef de Los Angeles. Ah, c'est incroyable, j'aime trop. Ah, j'aime trop. Salut, je suis Los Angeles, chef de du restaurant. Ouais, devant. Incroyable. Je t'aurais dit d'avoir réussi à choper une étoile en 6 mois. Là, aujourd'hui, je suis direct. Ouais, encore devant. Après, continue là. Düz yerden he. Öldür koysun. Hayır Mehmet'im
48 dedim lan abi, ne 48 dedim. Altın dördünden. 19 dedim bak, güçlü oldum lan abi. Altın dördünden kalmadı ne sen dedin. Dayak demedin lan müellime niye 4 verdin? Demedim ben müellime ki niye 4'ü vermedin? Biz oynuyorduk. Wikipedia. Wikipedia. Gidecek ömür ahvaline yandım. Yardım et san. Oy bile. Bacaqla acılığın zadım var. Bak, uşaqlar sənə bir dənə çay versin, çay iç. Qardaş oğlum, bu səs gəlindən söz sürmüsən? Oy bile. Arasim, xaloğluya bir dənə yemək çək. Bura taxırın çəkşənbə nə vaxtı? Sabah. Apar bunu yandır. Fortnite 6 minutes. Well, was that Holborn next station? Allez, 3, 2, 1, on va le bleu. Oh là 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 là. Mais c'est pas possible les gars de faire ça. C'est pas possible. Mais tu déconnes. Tu déconnes. Bon, ça vole pas vite, mais... Man. Man. Allez, tirez. Why they fucking arrive? Tirez.
Sözləri demək.